Nə olub sənə? Niyə gərginsən? Deyil, əsəbət deyil. Mənim könlümü alırsan, onun da könlünü... Bax, çoxdan da istədiyin su yolu qolbaq. Bu sənin üçün əla bir fürsət. Mütləq şəkildə gec gəlirsə bunu aldırırsan ona. Yox, bu biraz nazikdir. O zaman biraz daha görkəmlisi olsun. Yox, yox, evə gec gələndə qışqırır üstümə. Bu da olmaz. Evə gec gəlir və üstüvə qışqırır. O zaman bunu dəst şəkildə aldırırsan ona. Məncə hələlik bu olsun. Amma bunun yanında nəsə olmalıdır. O zaman su yolu qolbağına üstünlük veririk. Əla, dəbdə deyə özür. Deməli, bu ona... Olsun yanında da bir qolbaq, məncə də. Qəşəng gedir, hə, bununla? Hə? Hə, qəşəng. Bir dənə bir şey olur. Nədə nə oldu yenə? Hələ var. Pişirdiyim yeməyi bəyənmir. Yaxşı. Baldızımın yanında da məni acıladı. Dedi ki, bacım səndən yaxşı pişirir. Əgər söhbətə baldız qarışıbsa, o zaman bunu da aldırırsan, olur tam. Gözəldir. Necə fikirdir? Çox gözəldir. Bəh, 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 bəh. Ay qız, ürəklər partlayacaq. Bu nədir belə? Su yolu kolyemiz və sırğamız. Çıxar hə mənə. Çox gözəldir, çox Gələn səfər əladır. yemək bişirəndə bunları taxıb bişirəcəm. Məncə də, məncə də. Bəh, 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 bax. Məncə bunlar onu bağışlamaq üçün yetərlidir. Hə, düz deyirsən. Hələlik bəsdir. Məncə də. Amma gözümüz birisində qalıb. Sən də yamansan ha.